Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Və Allahın müvəffəqiyyəti ilə, Allahın neməti sayəsində mübarək günlərdəyik. O da Zilhiccə ayının ilk 10 günü. Çox fəzilətli günlərdir. Bu günlərdə edilən xeyir əməllər, salih əməllər Allah üçün ən sevimli əməllərdir. Və fəziləti digər günlərdə edilən əməllərdən qat-qat üstündür. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allaha salih əməllər baxımından bu 10 gündə edilən əməllərdən daha sevimli heç bir gün yoxdur. Yəni bu gündə, bu 10 gündə Zilhiccə ayının ilk 10 günü Allah üçün əməl baxımından o günlərdə edilən əməllər daha sevimlidir. Fəziləti daha çoxdur. Və sahabələr soruşurlar ki, ya Rasulullah, Allah yolunda cihaddan da mı daha əfsəldir? Deyir, hətta Allah yolunda cihad etməkdən daha əfsəldir. Yalnız o kişi istisnadır ki, canı ilə, malı ilə gedər və onlardan heç biri ilə geri dönməz. Bu istisnadır. Ona görə də əməllər deyildikdə ümumi gəlib. Yəni, bu 10 gündə edilən əməllər ümumi gəlib. Bura namaz da aiddir, fərz namazları da aiddir, nafilə namazları da, sünnətlər də aiddir, oruc məsələləri də aiddir, qiraət, zikir və hamısı. Bütün əməllər, bütün salih əməllər, həmçinin valideynlərə yaxşılıq, sədəqə və digər nə qədər salih əməllər varsa, hamısı nədir? Bütün bu salih əməllər bu 10 gündə qat-qat əfsəldir digər günlərə nisbətdə. Ona görə də bu günlərdən istifadə eləmək lazımdır. Allah subhanahu wa ta'ala bizə bu fürsəti verib, neməti, rəhməti sayəsində. Allah Resulü sallallahu aleyhi və səlləm digər bir hədisdə buyurur ki, bu 10 gündə edilən əməllərin fəzilətini bəyan edəndən sonra deyir, odur ki, təhlili çoxaldın. Yəni, la ilə illallah kəlməsini çoxaldın, həmdi çoxaldın, Allaha həmd etməyə çoxaldın, təkbiri çoxaldın. Və inşallah bugün biz bu günlərdə edilən müəyyən əməllər haqqında danışacağıq, inşallah. Yəni, təbii ki, bütün əməllər, xeyir əməllər bura daxildir. Quran oxumaqdır, Quran oxumağı artırmaqdır, zikirlərdir və digər əməllər. Və bu əməllərdən biri də orucdur. Yəni, bu 10 gündə, yəni oruc. 10 gün deyildikdə, yəni 9 gün. 10-cu gün çünki bayramdır, bayram günü oruc tutulmur. Yəni 9 gün. Allah Resulü sallallahu aleyhi və səlləm dediyi kimi, yəni bu gündə edilən əməllər Allah üçün ən sevimlidir digər günlərdən. Və bura oruc da daxildir. Ümumi hədisə, yəni hədisin ümumiliyinə görə. Və həmçinin digər bir hədisdə Peyğəmbərin sallallahu aleyhi və səlləm bəzi zövcələrindən rəvayət olunan hədisdə deyilir ki, kənə Rasulullah sallallahu aleyhi və səlləm yəsumu tis'a zilhiccə. Peyğəmbər sallallahu aleyhi və səlləm 9 gün, Zilhiccənin 9 gününü oruç tutardı. Və yevm aşura, aşura gününə də oruç tutardı və hər bir aydan 3 gün oruç tutardı. Təbii ki, bir hədis də var ki, haradakı Ayşə radiyallahu anhə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem 9 gün oruç tutmazdı. Yəni, bir-birinə zahirən zid hədislər var. İnşallah o barədə biz geniş danışacağıq. Yəni, bu hədisləri necə cəm eləyək, necə buna cavab verək. Yəni, ümumi olaraq bu günlərdə nə qədər çox oruç tuta bilirsənsə, tuta bilərsən. Hətta 9 günün hamısını tuta bilən tutsun. 9-cu günü nədir? Yevmul Arafə. Arafa gününün orucudur. Arafa gününün orucu haqqında da nədir? Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, bir il keçmiş, bir ildə gələcək günahlara kəffarədir. Və digər bir hədisdə deyir, Allahdan ümid eləyirəm, umuram ki, bir il keçmiş, bir ildə gələcək günahlar üçün kəffarə olsun. Bu hansı günahlara aiddir? Kiçik günahlara aiddir. Təbii ki, kiçik günahların bağışlanması üçün ən birinci şərt nədir? Böyük günahlardan çəkinmək. Allah Teala Quran-ı Kərimdə buyurur ki, sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, sizin qəbahətlərinizdən, yəni kiçik günahlarınızdan keçərik. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem digər bir hədisdə buyurur ki, Ramazandan Ramazana, cümədən cüməyə, hər namazdan digər namaza kəffəratun limə beynəhum. Onların arasında olan günahlara kəffarədir, şərt qoydu. İzəctunibətil kəbair. Əgər böyük günahlardan çəkinilərsə. Ona görə birinci növbədə nədir? Böyük günahlardan çəkinməkdir.
Yəni bizim əlimizdə səbəb var. Yəni bu günlərin fəziləti var. Bu gündə edilən ibadətlər var, oruc var və bu səbəb nədir? Bizim günahlarımızın bağışlanması üçün səbəbdir. İkinci tərəfdən nə var? Maniyə var. Maniyə nədir? Günahları küçümsəmək. Yəni günahların bağışlanır deyib günahlara yönəlmək nədir? Bu fəzilətdən insanı məhrum edə bilər. Həmçinin bu əməllərdən həc, yəni bu gündə həc günləridir. Və kimə ki Allah Subhanahu Taala həc etməyi müvəffəq eləyibsə, ona böyük bir fəzilət verilir. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, həccin mükafatı cənnətdir. Həccdə olmayanlar isə Allahdan istəməli, buna rəğbəti olmalıdır qəlblərində, niyyətləri olmalıdır. Hər şey Allahın əlindədir. Allah Subhanahu Taala yol açarsa, o da asanlaşar. Sonra bu günlərdə edilən əməllərdən təkbirlərdir. Təkbirlər nə? Hansı təkbirlərdir? Təkbirlər Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber və lillahil həmd. Bir var təkbir mutlaq. Zilhiccə ayı girəndən eləyirsən. Zilhiccə ayının hilalı görsəndi, nədir? Bu təkbirlərə başlayırsan eləməyə. Özün tək, evdə, çöldə, işdə, bacardığın qədər bu təkbirləri çoxaldırsan. Təkbirul mutlaq. Nə vaxt başlayır? Zilhiccə ayı girəndən. Təkbirul mutlaq. Sonra isə var təkbir müqəyyət. Təkbirul müqəyyətdə, yəni namazlardan sonra edilən bu təkbirlərdir. Ümumi təkbir, bir də xüsusi xas müqəyyət qeyd olunmuş namazlardan sonra, hər namazdan sonra, salam verdikdən sonra bu zikri, bu təkbirləri eləyirsən. Təkbirul mutlaq, ümumi təkbirlər Arafa gününün fəcr namazına qədər davam eləyir. Ümumi təkbirlər. Nə vaxt istəyirsən denən. Nə vaxta kimi edirsən bunu? Nə vaxta kimi davam eləyir? Arafa günü, 9-cu günü, düzdür? Fəcr namazına qədər. Arafa gününün fəcrindən sonra, sübh namazından sonra artıq nədir? Təkbirül müqəyyət başlayır. Təkbirül mutlaqla müqəyyət cəm olur. Həm ümumi təkbirləri deyirsən, həm də nədir? Hər namazdan sonra qeyd olunmuş təkbirlər. 9-cu günü, Arafa günü, sübh namazından sonra, hər namazdan sonra bu təkbirlər xüsusi olaraq deyilir və həmçindən digər vaxtlarda ümumi olaraq da deyilir. Hər bir namazdan sonra həcdə olmayanlar üçün, həcdə olanlar üçün, həcdə olmayanlar üçün. Və nə vaxta kimi davam eləyir? Və yəstəmir ilə əxir yevmü təşrik ilə əsr, yevmü 13. Yəni 13-cü günü, Zilhiccə ayının 13-cü günü əsr namazına qədər təkbir müqəyyət davam eləyir. Amma mutlaq, ümumi təkbir 13-ün məğribinə kimi. Ümumən qısa olaraq desək, bu təkbirlər nə vaxt başlayır? Zilhiccə ayı girəndən ta 13-cü günə, 13-cü günün məğrib namazına kimi təkbirlər deyilir. Sonra bu əməllərdən, fəzilətli əməllərdən qurban kəsməkdir. Qurban kəsmək də Allaha yaxınlaşdıran ən əfsəl əməllərdən sayılır və fikir versəz Quran-ı Kərimdə qurban namazla bərabər gəlir. Fəsalli li rabbikə vənhər. Rəbbin üçün namaz qıl və qurban kəs. Bərabər gəldi namazla. Qul innə salati və nusuki və məhiyyəyə və məti lillahi rabbil aləmin. De, mənim namazım da, qurbanım da, qul innə salati və nusuki. Fikir ver, namazla qurban bərabər gəldi. Həyatım da, ölümüm də aləmlərin Rəbbi üçün. Deməli, bu nəyə göstərir? Qurban kəsməyin necə böyük fəzilətli əməl olduğunu göstərir ki, namazla bərabər gəldi. Yaxşı, qurban kəsmək vacibdirmi? Qurban kəsmək müstəhəbdirmi? Buna biz geniş toxunacağıq. Qısa olaraq ümumi bir fəziləti haqqında danışırıq. Axırda inşallah bu məsələlərə geniş toxunacağıq. Və həmçinin fəzilətli əməllərdən bayram namazında iştirak etməkdir. Müsəlmanların bir olması, müsəlmanların bir araya gəlməsi, bu da böyük bir fəzilətli əməldir. Və həmçinin də bir məsələni də bilmək lazımdır ki, qurban kəsmək istəyən kəs nə edir? Saçından, dırnağından götürmür. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm deyib, kim sizdən biriniz, kim qurban kəsmək istəsə, saçından, dırnağından götürməsin. Həmçinin saçından, bədənindən götürməsin.
Burada hikmət nədir? Allah bilir. Hikmət hardasa həcdə olanlara müvafiq olmaqdır müəyyən şeylərdir. Onlar çünki ehramdadılar. Onlara ehramda olduqları üçün bu şeylər icazəli deyil. Dırnaq tutmaq, saç götürmək, saçdan götürmək. Amma həc etməyən, qurban kəsən insan bu şeydə bunlara müvafiq olur. Sanki onlarla şərik olur. Yaxşı, burada məsələ nədir? Bu əməl birdən biri götürsə günah mı eləyir, yoxsa mı bu müstəhəb baxımından belə deyilib? Məsələdə ixtilaf var, təbii ki, alimlər arasında. Amma fikir versək, görərək ki, yəni qayda var. Əmr varsa, əmr nəyə dəlalət edir? Vacibliyə. Şəriətdə, Quranda və yaxud sünnədə bir əmr gəldisə, namaz qıl. Deməli nədir? Vacibdir. Ta ki, onu vaciblikdən müstəhəbə çıxardan nədir? Bir sarif olmayınca. Digər bir hədis olmalıdır əlimizdə, ya da ayə olmalıdır, hansı ki, o vaciblikdən biz onu müstəhəbə çıxarda bilərik. Qadağa nəyə ifadə edir? Qadağa. Nəyə göstərir? Qadağa, yəni haramlığa dəlalət edir. Yəni qadağa odur ki, etmək olmaz. Etsən haramdır, günah qazanırsan. Biz baxsaq, bax bu hədisin zahirinə qadağadır. Götürməsin deyir. Kim qurban kəsəcəksə nədir? Götürməsin. Qadağa, yəni siyağında formasında gəldi bu. Yaxşı, əlimizdə bir sarif, onu oradan qadağadan çıxardıb müstəhəbə salan bir dəlilimiz varmı? Baxsaq, görərik, yox. Yoxdur. Deməli, məsələ nədir? Məsələ haramlıq məsələsidir. Qurban kəsən kəs saçından, dırnağından götürə bilməz. Götürsə nədir? Haram iş görür. Nə etməlidir? Tövbə etməlidir. Digər bir məsələ. Ola bilər adam qurban kəsmək niyyəti yoxdur. İmkanı yoxdur. Sonra imkanı oldu. Bu artıq dırnağından, saçından götürüb. 3 gün sonra, 5 gün sonra, 4 gün sonra əlinə imkan düşdü və dedi, əlhamdülillah, indi mən kəsə bilərəm. Həmin andan etibarən nə edir? Saçından, dırnağından heç nə götürmür. Həmin andan etibarən. Və həmçinin bu məsələ kimə aiddir? Bu məsələ qurban kəsən şəxsin özünə aiddir. Əhlinin adından kəsirsə, əhlinə aid deyil. Amma onun əhli də bu məsələdə əməl etmək istəsələr bu hədisə, saçdan, dırnaqdan götürməmə məsələsi, bu müstəhəbdir. Hədislərin cəminə toxunaq, yəni bu bayaq zikr edəyim hədisin oruc məsələsindən dedik ki, geniş oxuyacağıq bunları. Əlimizdə bir hədis var, o da Peyğəmbər sallallahu aleyhi və səlləmin 9 gün oruc tutması hədisidir. Digər bir hədis də Ayşənin rəvayət elədiyi bir hədisdir radiyallahu anhə. Haradakı deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem 10 gün zilhiccəni tutmayıb. Oruç tutmayıb. Buna necə cavab verək? Birinci cavab odur ki, Ayşə radiyallahu anhə özündə olanın, özü gördüyünü xəbər verir. Digəri də gördüyünü xəbər verir. Və həmçinin ola bilər ki, Ayşə radiyallahu anhə bunu görməsin, bu əməli, digəri görsün. Yəni sünnədə var belə bir şeylər ki, sahabənin biri inkar eləyir, digəri isbat eləyir. O görməyib, bu görüb. Və burada qayda var. Ümumi qayda odur ki, isbat eləyən inkar edəndən üstündür. İsbat eləyənin nədir? Sözü götürülür. Və həmçinin İmam Əhməd rahimehullah buyurur ki, fi ta'arud beyn hadayn el-hadisayn. Bu iki hədisin bir-birinə zahirdə zid olması məsələsini deyir ki, innel musbit muqaddam alan-nafi. İsbat eləyən nafi, yəni inkar edəndən öndədir. Yəni onun sözü götürülür. Ennel qol muqaddam alel-fi'l. Və həmçinin qovl feildən öndədir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyib, bax bu əməllər, burada edilən əməllər əfsəliyyət baxımından digər əməllərdən Allah qatında ən sevimlidir. Bu da ümumiliyi həmçinin göstərir. Ümumən oruc da bura daxildir. Ola bilər ehtimallar var. Peyğəmbər sallallahu aleyhi ve sellem xəstəliklə bağlı və yaxud digər bir səbəbdən səbəbdən dolayı nədir? Həmin gün Ayşə radiyallahu anhə onu oruçdan görməyib həmin günlərdə. Ehtimallar var. Amma bu biri hədisdə nədir? İsbat var. Konkret olaraq Peyğəmbər sallallahu aleyhi ve sellem tutardı. Zövcələrindən bəziləri rəvayət edib bunu. Bir cavablardan biri də odur ki, Allah Resulü sallallahu aleyhi ve sellem hərdən müəyyən əməlləri tərk eləyərdi. Ayşə radiyallahu anh özü rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem duhanı qılmazdı, mən isə onu qılardım. Duhanı sevə-sevə, onu qılmaq istəyə-istəyə qılmazdı, amma mən onu qılardım. Nəyə görə? Burada cavab odur ki, Allah Resulü sallallahu aleyhi ve sellem müəyyən əməlləri hərdən tərk eləyərdi ki, ümmətinə vacib olmasın deyə. Ola bilər həmin vaxtda elə bir zamanda düşüb ki,
Peyğəmbər sallallahu əleyhi və səlləm tərk edib. Amma o demək deyil ki, bütün illərdə Allah Rəsulü sallallahu əleyhi və səlləm oruc Zilhicə ayının oruclarını tutmuyor.